İsmayıllıda ailə faciəsi baş verib. İsmayıllıda iki yeniyetmənin bacı və qardaşın göldə batması ilə bağlı faciə baş verib. BTV xəbər verir ki, hadisə rayon ərazisində yerləşən təsərrüfat əhəmiyyətli göldə qeydə alınıb. İlkin məlumata görə yeniyetmələr ehtiyatsızlıqdan suya düşüblər. Qızın meyidi sudan çıxarılıb, qardaşın axtarışları isə hazırda davam etdirilir. Hadisə ilə bağlı araşdırma aparılır. Davud Tarverdiyev, Məhəmməd Əli Tağıyev, BTV Xəbər, İsmayıllı. Allah köməyiniz olsun qardaş. Bu şeyi götürün buradan. Bunu götür. Sen geç oyna. Ha? Çökmüş yemeği. Ayşe, kim var orada? Süleyman git maşından bir Ay Allah. Ay Allah iki balam gitti.